Salam əziz millət, hər vaxtınız xeyir olsun. Mən Arasam. Bu gün Bitcoin nəqillərindən istəyirəm başlayım. Niyə ki, istəsiq bir yerdə pul yatırdıq, əvvəl gələk onun fəlsəfəsini bilək, düşüncəsini bilək niyə orada gələk pul yatırdıq. Nəinki sırfən tün eşitmişik Bitcoin və tün çox adamlar qazanıblar bu işi görək. Ona görə dedim əvvəl bu Bitcoinin nəqilini deyim biləcə. Çox qısaca. Bitcoin 2009'da yarandı və bunu yaradan Satoshi Nakamoto bilinməyən bir kəs. Yəni buradan bunun kimliyi heç bəlli olmayıbdı və niyazınız da yoxdur zaten bəlli olsun. Niyə qabaqda biləcəksiniz? Canım desin ki 2009'da yəni 2008'də ki dünyada bir dənə böyük buhranı malı var idi Amerikada və çox yeri özü ilə dərgir elədi. Bundan sonra yarandı və düz vaxtında yarandı. Niyə ki Bitcoin'un əvvəl blokundakı yəni tolda olub orada bir imza kimi deyə bilirik. Yəni bu xaliqi orada buraxıb ki bu banklardan qorxun. Düz də deyibdi. Banklardılar ki bizi yazıq eləyirlər. Niyə? Xalqı pul eləməklə eləyirlər ki bizim əlimizdəki o dəyər, o ərzi ki qazanmışıq onu biləmizdən alsınlar və kollən bank sistemi budur və təvərrüm ki, bu gün hamımız da qəşəng o eləyəcən eləyə bilmişik, anlayaq ki, nə mənadır. Bu təvərrüm ki, bizim evimizi yıxır. Və Bitcoin buna görə yarandı və dedi ki, mən bu mərkəzsizləşdirməklə, yəni heç mərkəzi olmamaqla eləyə biləcəm bu ittifaqı yaraldam ki, hakimiyyət dövlətlərin əlində olmasın, bəlkə insanların əlində olsun. Nə cür onun üçün qabaqda deyəcəm. İndi xülasə, əlləri ağrımasın. Bilmirik bu Satoshi Nakamoto kim idi? Japonludur, Amerikalı hüviyyəti vardı, dünyanın harasında yaşayıb. Bir nəfərdir, bəlkə bir timdir. Bunu heç bilməmişik. Çoxlu təhqiqlər vardı və o qədər mühüm də, vaqəən çox gözəl bir şey yəni bizə irayə verib ki, çox dəyərlidir. Və tənha qorxusu bunun hüviyyətinin bəlli olmağının budur ki, bu adam çox tərin mizan Bitcoin istixrac edibdi tarixdə və çünki məsələn Bitcoin'də qızıl kimi, yəni qızıl özəllikləri vardı. Məsələn, qızıl necə məhdud halətdə kəşf ola bilər? Təbiətdə az vardı, doğada az vardı. Bitcoin-də öcürsünədir. 21 milyon vahidəcən istixrac olacaqdı Bitcoin. Şəyət eşitmisiniz istixrac nə mənadır. Və bu əvvəllərdə çox üçün rahat istixrac olurdu. Təbiətdən, doğadan ilham alıbdı. 1 milyon Bitcoin istixrac edibdi bu Satoshi Nakamoto. Əgər bu ilə bunun hüviyyəti bəlli olsa, bazar qorxar, deyər, o olmaya bu Satoshi Nakamoto ki 2013-dən fikirəm, xəbər yoxdur bundan gəlib bunları satsın. Bu qədər ərizə olsa bazarda ki Bitcoinin qiyməti çox yenəcəkdir və hərdən bir qorxuları olur. Və bunun kimliyi bəlli olub olmamağı heç önəmli deyil. Niyə? Çünki bir şəxsi bu dalısında deyil. Bəlkə bedun mərkəzdir, bedun hakimiyyət bir ərzidir. Və bunun kim şəbəkəni dolandırır? Minerləri, o adamlar ki, qüdrəti pərdaziş paylaşırlar şəbəkənlə, eləyə bilirlər tərakun işləri təyid eləsinlər ki, onlar da hamısı digitalıdır, yəni yenə bir şəxsi bunun dalısında yoxdur. Bu da bununla. Bir dənə hərdən mən işləyirəm ki, bir dənə Bitcoin-lə almaq çox bahadır, 100 min dolardır, 90 min dolardır, az olacaq, bu cür deyil. Bəxşpəzir, pulun vecicilərindən biri budur ki, bəxşpəzir olar. Yəni, kiçik rəqəmlərə bölünər. Və burada əşari rəqəmdir ki, Bitcoin-i 8 rəqəmə əşarəcən bölə bilir və siz pulunuza görə alacaqsınız. Və indi biz gələk Bitcoin alaq, ya almayaq, bu özü də çox mühümdür. Bunları deyəcəm, yəni gedib Bitcoin alıb zərər eləyəcəksiniz. Qətiən bunda heç şübhəm yoxdur, yəni. Bir zərrə, yəni 7 il ki bu bazar deyəm, heç şübhəm yoxdur ki, əgər Bitcoin alsınız, qətiən deyərəm zərər eləyəcəksiniz. Vəli nə cür 7 illik təcrübələrimi bu videoları ki paylaşacağım, burada biləcə deyəcəm, zərrə-zərrəsi eləyəcəm, çox qısa olsun, uzun olmasın və hərdən sizinlə paylaşam. Pəs o biri videolarda hardan alasınız, nə mənə alasınız, nə cür alasınız, ha vaxt satasınız. Yəni həmişə soruşarlar, ha vaxt alaq, nə mənə alaq, bunları soruşasınız. Vələ ha vaxt satın, bunu heç vaxt soruşmasınız və böyüklərin iştibah budur. O biri videolara can hələlıq.